Özünüzü təqdim edin. Mən qızım Əlizadə Tovuzə. Mən oğlumu gətirmişəm qızım bura. O 30 yaşı olacaq. 29-30 yaşınca əskərliyə görə uşağı içəri çağırırlar. İki yanaşı ona gözün üstü verib, bir gözü görmür. Bir də əqli cəhətdən travmalı uşaqdır. Sənədlərini təqdim eləmisiniz, amma əskərliyə aparırlar. Vermişəm, indi çağırırlar. Yollarda qalmışam ay qızım. Buna da 150 manat pensiya təyin eləyiblər. Qızım, bu 150 manatla mən bu gün varam, sabah yoxam. Başımı qoydum, öldüm. O uşaq nə? Hara aparıram, gəh peşəyə aparıram, gəh işə aparıram. Heç kim onu işə götürmür. Yararsız deyil. Hədə baxan kimi deyirlər ki, bunda davranış pozdu, yanmır. Bəs davranış pozuntusu olan bir vətəndaşı əskərliyə necə aparırlar? Bilmirəm qızım, özünü də idarə eləyə bilmir. Kim, məyzat, hamısını özüm eləyirəm o uşağı. Bax, indi də keçdilər, məni qoymadılar ki, keçmədi. Mənə maraqlıdır ki, qurban olum, ay Allah sənə. Bu körpə uşaqlı mənim kimi analar var da, belə əziz. Məndə indi bir dənədir var, ikisi olanlar var. Bunları xüsusi məktəbə aparanda görmüşüm qızım. Biz başımızı qoyanda, pensiyanı da artıranda 10 manat, 20 manat. Bunlar nə yiyir? Üçüncü qrupdur deyir, 150 manat verir. Bu düz deyil axı. Prezident aparatına getdim, dedilər ki, gücləndirməyə ver, təzədən baxaq ikinci qrupa. Hələ heç bir şey yoxdur qızım, yollarda mən uşaqla ölürəm. Özüm də əliləm, özüm də xəstə anayam. O uşağa baxmaqdan özüm psixi durumlara gedirəm. Hansı rayon sakinisiniz? Xətai rayon. Xətai rayon sakinisiniz. Bununla bağlı hara müraciət eləmisiniz? Daha eləmədiyim yer qalmayıb qızım, eləmədiyim yer qalmayıb. O uşaqla sürünürəm, əməliyyatdan da boğuluram. Nə qədər olar? Bu fikirləşmirlər, ərsiz qadını var. Uşağı çətinliklə kirayədə yaşaya-yaşaya nə qədər olar? Biz insan deyilik, adam deyilik. Bu uşaq yeyib içmir. 150 manatla nə yeyib içə bilər? İndi varam, gələcəkdə sonra qız da ala bilmirəm, evləndirə də bilmirəm. Kim gələcək ona elə? Kim baxacaq ona? Gələcəkdə mən öldüm, qalacaq ortalıqlarda. Neçə yaşı var? Ucu 30 olacaq qızım, 95-ci illərdir. 30 yaşı var, indi əskərliyə. Çağırıb, heç çağırmamışlar qızım. Özüm getdim ki, gücləndirməyə görə. Mənə deyir ki, vankomat sən indiyənə qədər harda qalırsan? Hansı ki, özü maraqlanmalıdır o uşaqla. Kimə müraciət edirsiniz? Prezidentimizə baxsın, mənim kimi analar var qızım, sənə qurban olur. Nə qədər mənim kimi analar var, indi çoxsu qorxur sözünü deməyə, amma biz söymürük, bir şey eləmirik. 150 manat alan uşaqların pensiyasını ən azından heç olmasa 250 manat eləsin ki, özlərinə baxa bilsin. Gələcəkdə də nə ilə də 150 manata nə düşür ki? Heç nə düşmür. Mən yenə deyirəm, mən varam o uşağı saxlayıram. Mən özüm də 12 ayın 3 ayını işləyəm ya işləməyəm. Mən özüm də psixi adamam, xəstə adamam, şəxsiyyət pozğunluğu deyilən xəstəliyim var qızım. Nə qədər yollarda onunla dalaşa, burada dalaşa. Belə şey olar.